Aziz dostlar, bilirik ki, buraxılış imtahanlarında Azərbaycan dili 100 bal verir və həmin 100 balın 75 bala təxminən oxuyub anlama bacarıqlarına, yəni mətn suallarına aiddir. 75 balı mətndən gəlir təxmini, həm 9-lar, həm də 11-lər üçün. Təxmini bu 75 bal götürək. Onun üçün bizim abituriyentlərin, şagirdlərin oxuyub anlama bacarıqları daha yüksək olmalıdır. Və ardıcıllıqla hər dəfə çalışacağım ki, bir nümunə verim. Çünki oxuma bacarıqları, oxuyub anlama, yazı bacarıqları birdən-birə formalaşmır. Onlar ardıcıllıqla formalaşmalıdır, bərkiməlidir, möhkəmlənməlidir. Bunun üçün bir cümlə və həmin cümləyə aid tapşırıq təqdim eləmişəm və cümləni ekranda görürsünüz. Fasilə verin videoya və o tapşırığı həll edin. Ondan sonra mən izahını verəcəyəm. İndi isə tapşırığın izahına keçək. Cümləmiz belədir. Kərim yenə də şəhərdəki dostuna baş çəkirdi. Bu, belə bir cümlə bizə təqdim olunubdur. Cümlənin hər bir sözü informasiya daşıyır, məlumat daşıyır. A bəndə verilib, Kərim ən azından 2 dəfə şəhərdə olub. Bu nümunədəki yenə də sözü bizə onu deməyə əsas verir ki, bəli, doğrudan da Kərim ən azından 2 dəfə şəhərdə olub. Birində 2, bir də yenə də dediyinə görə ən azından 1 dəfə. Kərimin dostu var. Bax, buradakı asar sözü dostu görürük. Kərim dostuna baş çəkir. Deməli, dostu olmağı cümləsi təsdiq olunur. Kərim hazırda şəhərdədir. Burada söz şəhərdədir. Onun asarı baş çəkirdi şəhərdəki dostuna. Bu cümlədə çəkirdi, indiki zamandadır. Deməli, hazırda şəhərdədir. Proses davam edir. Kərim dostu ilə əlaqə saxlayırdı. Baş çəkirdi sözü bizə deməyə əlaqə imkan verir ki, Kərim doğrudan da dostu ilə əlaqə saxlayır. Deməli, A, B, C, D bəndləri doğrudur. Bizə lazım olan cavab E bəndidir. Kərim şəhərdə yaşayır. Tapşırığın, yəni cümlənin heç bir yerində Kərimin şəhərdə yaşaması və ya yaşamaması, bunlar təsdiq və inkar olunmur. Deməli, bu Kərimin şəhərdə yaşamasına bağlı fikir yoxdur. Bizə lazım olan cavab E bəndidir. Mətn tapşırıqlarını işləyərkən hər bir cümlənin məzmun yükünə baxmaq lazımdır və oradakı bütün fikirləri uyğunlaşdırmaq lazımdır. Bu günlük hələlik bu qədər. Sağ olun.